aparırıq çim-çim eləməyə. Ben biraz cat training, şu harness training hakkında biraz okudum, elədim falan. Dünəndən geyindirirəm, əynində gəzir. Dedik bəlkə bugün aşağı salaq. Çünki həm də cütləşmə vaxtıdır, belə evdə dayana bilmir də. Aşkım, sən gezməyə mi gedirsən baya? Ana bir şey yerine koyup yeni. Değerli başım basını yere dur. Evde hayasızlık ediyorsan bu hara git. Gizlenir. Bana. Can ölerim gel. Boynum qorxdurmuşam. Salam. Bugün pişiyin sterilizasiya günüdür. Saat 11:22-dir. Məkan çox uzaqdandır. 1 saat əvvəldən çıxacağıq. 13-də orada olmaq lazımdır. ChatGPT-dən oxuduğuma görə əslində yemək yeməməliymiş. Amma həkim falan da heç nə demədi. Ona görə bilmədim nə edeyim. Yemək verməyib belə əzab da vermək istəmədim də. Çox narahatam əslində. Özümü zorla hazırlamışam ki, belə daş kimi olum, şey olmayım da, nədir? Üzülməyim. Ana da gedir gəlir. Duyğu ötürür. Dəqiqədə bir şey oluram belə, ayda aparmayım. Sonra deyirəm, yox, lazımdır da. Gələcəyim. Əməliyyat bitənə qədər gözləyəcəm orada. Planım bu üzrədir, görək necə olacaq. Mamam pişiklə sağlaşır, hazır ora çıxacaq. Boş. Biz gəlmişik, gözləyək. Böyle ne? Sənin də çıxmışın hals suratlar, çoxlu kadrlar. Aman aradım. Heç yerdə çıxardım. Böyle bir şey ağırlı mı diyendin? Həkim dedi ki, bəs vaksinlərini vuraq, iç dış paraziti yoxlayaq. 14 gün sonra yenə gələcəyik. Eləmədilər əməliyyat, məsləhət deyilmiş hələ. Salam. Bugün pişiyin ikinci müayinəsini aparırıq. Demişler ki, iç çöl parazitini yoxlayacaqlar. Keçən dəfə yoxlayan həkimlə yazdım, o məzuniyyətdəymiş. Gedəcəyik orada başqa həkim yoxlayacaqmış. Bir şey də göstərim. Bugün əsas qəhrəmanı oldu. Dumbiş. Biz taksi gözləyirik. Kedi də buradadır. Çıxmağa çalışır. Elə bir ki anlayıb ki, onu aparırıq həkimə. Belki de çok uzağa apardık. Anlayır, sevmir. Bu çantanın içinde çıxanda onun başına yaxşı şey gəlmir bilməsidir. Demək olar çatmışıq. Real sandım ya. Mən deyirəm, niyə göstərirəm? Biz çıxdıq. Bu dəfə başqa həkim var idi. İşte həkim məzuniyyətdə olduğu üçün. Hastamın dediklərini dedi ki, eləməyək. Gecə miyodorması üçün dərman verdi. Keçən dəfə ilk vaksini vurmuşduq deyə. Dedi ki, bir həftədə keçsin. Sterilizasiya. Bunlarda da kastrasiya. Necə edir? Gələn həftədə onu gətirəcək.
Üstümüzdən 5 gün keçib. Mən amma biraz qarışıqdı məsələ. Mən oradakı xanım həkimə heç güvənə bilmədim. Çünki o mənə dedi ki, bəs narkozun oyalmaya bilər falan belə. Ən azından qeyri-professional danışdı da. Mənə heç qane eləmədi. Yanaşması falan da. Ona görə yəni məzuniyyətdə olan həkimə yenidən yazdım. Oradan ayrılıbmış bu arada. Bizim üçün başqa bir zon mağazaya gedəcək bugün və orada bir şey yoxlayacaq. Əgər uyğundursa əməliyyat alacaq. Bir şey də bugün heç nə verməmişəm səhər durandan. Yemək olmazdı. Yazıq bayaqdan hər yeri iyiləyir, acından ölür. 2 dəfə qarnı qurulduyub. Heç nə. Çıxaq. Ümid edirəm yaxşı olar. Çox narahatam açığı. Ümid edirəm yaxşı olar. Oy. Hər şeyinə baxdıq, normal qeyd. Heç bir problem yoxdur. Anestezi də riski minimum endirək olsunuz da, yəni normalda sizə deyim. Çox riskli olan bir. O, həkimin istifadə etdiyi anestezidən asılıdır, yanaşma tərzindən asılıdır. Maşallah, hər şey qaydasındadır. Mən normalda tövsiyə edirdim ki, biraz qalsın, amma ki, bunun səbəblərini demişdi ki, sizdə əvvəl vaksinasiya falan olmuşdur. Ona görə prosedurları təkrarladı. Hər şey qeyd edilir normaldır. İçmiş parazitdə bir müddətdən sonra yenidən edəcərik. Əməliyyat olmağında səbəb odur ki, bu həm sizi narahat edir, həm də bunun özündən də bağlı qızılığında çox ciddi problemlər yaradır. Evi iyi bıraxmaq. Hə, o çox olur. Onların qarşısını almaq üçün neçə aylı olacaq hal-hazırda? 9-dur bu dəqiqə. 9. Okeydir, əməliyyatımızı verəcəyik, indi birazdan anestezi verəcəm. Anestezi almışam, dırnaqlarını falan tutaraq hər şeyini edəlim. Hə, yaxşı olar. Anestezi alınca qəşəng darayaram, sırf bitdiyə darayanam. Üstündə nə olsa, üstü olsa çıxacaqlar. Sonra bu qədər az, indi şey yapışaq, anestezi edəcəm. Təşəkkürlər. Beni saxlayarsınız, aparırsınız, çıxardığında qalır, üstürsən. Akşam narahat olsanız, rahat öz-özünə yetirirlər. Amma yarasına rağmen yüngülcə... Tontiş gəldi evə. Gələn kimi qutusundan, qabından çıxdı. Biraz belə poposunu tutdum ki, yerə dəyməsin, yeridi falan. Quma gedirdi. Quma getməyə çalışırdı. Təzədən gəldik, altındakı pedi batırmışdı taksidə. Təzədən dəyişdik, yenə oturdu. Bu dəfə də elə qoymuşuq ki, papası çöldə qalıb. Pedi eləmədi də, promo evə elədi. Papası qanlıdır biraz. Dedi ki, 1-2 günə falan biraz düzəlməyə başlayacaq zaten. Qızım. Oğlum. Düzəlməyim. Salam. Biz gece yatmamıştık. Daha doğrusu Kaza yatmıştı, ben yatmamıştım. Saat indi 12:59'du. Saat 9'da mama verdim. Yaş mamasını verdim. Birini 8'de verdim, yarısını. Yarısını da 9'da verdim. Kusmalıydı demişti. Yani kusabilir değilmişti. Kusmadı. Yaxşıdır her şey. Tullanır, düşür, oynuyor. Bütün gün bunu tullanmasın diye tutmuşam da mən. Ona göre yatmamışam. Yine de yorulub yatır. Oy, 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 oy. Yarası da çox balacaydı. Demək olar ki, o da sağalıb. Demək olar da üstünü falan yalayır. Çox rahat hərəkət edir. Şu an başladı məsələn. Dünəndən istəyirəm vaxt edeyim ki, getdiyim yer haqqında danışım, həkim haqqında danışım. Gəl bu ümumiyyətlə hekayənin təzədən başından danışım.
Mən birinci klinikaya getdim. Klinikada birinci Surxa həkimlə danışdım. Birinci ona göstərdim bir şey. Surxa həkim də heç vaksin olunmayıb deyə birinci vaksinini vurdu. Dedi immuniteti yaxşı olsun. İkinci dəfəyə də çağırdı ki, bəs iç-dış parazitini yoxlayaq. 14 gün sonra çağırmışdı. Mən də 14 gün sonra yazdım. Surxa həkim dedi ki, mən məzuniyyətdəyəm. Yaxınlaşan başqa həkim baxacaq da. Nəsə getdim ora, bir dənə qadın var idi. Qadın ümumiyyətlə bir şey baxmadı heç. Dedi ki, nəyə gəlmisiniz falan. Biraz belə kobud tərzdə danışırdı. Yəni durumu zorla həndl elədim ki, bu özü aqressivdir. Məndən də aqressiv cavab alsa, vəbşə aləm qarışar da. Dedim ki, bəs parazit yoxlanması da. O dedi ki, nəyə lazımdır ki falan. Dedim, bəs Surxa həkim demişdi ki, parazitini yoxlayaq. Əgər normaldırsa, hər şey yerindədirsə, əməliyyata alaq. O da dedi ki, bir şey sağlamdır. Surxa çox belə ifadə işlətmək istəmirəm. Sizə Surxa həkim haqqında bir-iki dənə belə ifadə işlətdi. Bu mənim həqiqətən heç xoşuma gəlmədi. Yəni ümumiyyətlə insan olaraq xoşuma gəlmədi. Bir dənə dərman aldım ki, gecələr çox miyolduyurdu, yazıqdı da, bəs qışqırırdı məni başda. Dərman aldım, onu da 5 gün verirdim. Dedilər ki, aparın, bir həftə sonra gətirin, əməliyyat edək, bu bir şey sağlamdır falan. Bir də şey demişdi, dedim ki, bəs narkoz falan nəsə yoxlayın da, yenə də dedim. Hani bəzi yerlərdə qan analizi falan alırlar da, ümumi. O dedi ki, yaxşı belə şey edib, belə deyim, minnətlə yoxladı da. Sonra dedi ki, aparın, bir həftə sonra gətirin, əməliyyat edək. Əməliyyatda da deyib, belə bir sənəd imzalayacaqsınız, sənədi verdi. Deyib, bu o deməkdir ki, yəni narkozdan oyanması mənlik deyil. Oyanmaya da bilər, deyib, mən qarantiyasını verənmərəm falan. Nəsə, bura gedərsiniz ikinci dəfə. Mən getmədim, evə gəldim. 3 gün idi ki, dərmanını vermirdim. O da çox az təsir edir deyə. Birdən belə fikirləşdim ki, mən bura aparmayacağım da bunu. Başqa alternativ ürətməliyəm. Dedim, Surxa həkimə yazacağam da. Normalda istəmirdim bu vəziyyəti Surxa həkimi deyim də. Amma gördüm ki, bir şey əsas məsələ bir şeydir. Dedim, yox da deməliyəm. Surxa həkim də sağ olsun. Məzuniyyətdən vaxt elədi. Başqa bir mağaza və klinika qarşı. Ora getdik, orada əməliyyatı nədir, yoxlanışını elədi. Çox qəşəng, çox təmiz. Mən o qədər narahat idim ki, hətta bu qədər narahatımın üstündə mən bu qədər məmnunamsa, yəni əminəm ki, hər kəs məmnun olardı. Orada bir dənə də xanım var idi. Yemlər haqqında danışırdı. Əslində səhifələrində danışıblar, buraya yazacağam səhifələrini. Öz səhifələrində danışırlar yemlər haqqında. Mən biraz qısaca məsələn deyir ki, purinadır, proplandır, işte purinanın. Royal Canin'dir. Bunların hamısı ət məhsulu odaqlı deyil. Yəni əslində hamısının marketingi yaxşıdır deyə alınır. Amma bir şey üçün xeyri yoxdur falan bu tərzdə. Bir dənə cümlə işlətdi ki, bəs marketdə ümumiyyətlə yem tapırsınızsa, o yem yaxşı deyil. Mən indi çoxlu yem aldım. İndi açıb çıxartsam bir şey dəli olacaq. Ona bu dəqiqə çox yemək olmaz. Amma göstərəcəm onları da. Çoxlu çeşid var idi. Sup falan var idi, atışdırmalıq var idi. Mən tam olaraq nə sevər bilmədim deyə hamısından biraz aldım. Ona görə göstərərəm sizə də. Yəni Surxa həkimin də qeyd edəcəm Instagramda. Surxa həkimi çox önərirəm. Həmin klinikanı, həmin mağazanı çox önərirəm. Belə bir şey də önərir məncə, o da mutludur. Dünəndən tuğlalar düşür, heç vecinə deyil ki, kəsiyi var, nəyə var. Birdən mən dünən evə gələndən, harcısı 6-dan bitib də əməliyyatı. Surxa həkimi yazıram, saat 12-yə qədər belə yazmışam, Surxa həkimi sağ olsun, cavab verib. Ya, hər nöqtəni soruşmuşam da, bunu eləsə olar, bunu eləsə olar, belə eləyir, bunu nəsə demək deyil ki, falan. Səhər də, bayaq da sağ olsun soruşdu ki, necədir vəziyyəti falan, tam yəni maraqlanır da. Dondiyim, oy. Dünən də üzünü falan da deyəsən şey eliblər, tüklərini azaldıblar.
götürmüşəm bir şey evə gələndə deyirəm, arıqlayıb onu əməliyyatdan əvvəl yemək verməmişdim. Axı bir gün verməmişdim. Bir gündə elə bütün yemək yemədi. Dünən elə bir səhərdən bu səhər bir gündə 24 saat heç yemək yemədi. Götürdü, arıqlayıb. Ondan sonra birdən çatdı ki, qulağımın burasını falan görəndə dedim ki, ha, deyəsən şeydilər də tüklərini azaldılar. Deməli, bir şey yemək verdim. O yemək yeyəndə şey eləməyəcək. Baxmayacaq. Ona görə göstərim ki, nə almışam yeməklərdən. Deməli, bunları çıxardım deyincə. Deməli, bunlar steril bir şeylər üçündür. Hamısı ümumiyyətlə bunlar hamısı ümumiyyətlə steril bir şey üçündür. Deməli, bunlar da burada yazılır. Xanım mənə öyrətdi ki, məsələn, bilmirsinizsə əgər çöndərirsə arxasını, burada məsələn şey yazılmalıdır. Tərkibi hissəsində burada məsələn 85% ətli filesi mütləq yazılmalıdır. Neçə faiz nədir, neçə faiz nədir? Məsələn, burada 62% toyuq, 15% qaraciyər, 8% dovşan yazılıb. Amma dediyinə görə Royal Canin'də falan yazılırmış ki, ət və ət məhsulları, amma çox kiçik hissəsi ət olurmuş onun. Hətta 5% belə ola bilər. Qalan isə ət məhsulları, yəni insanların yemədiyi ət qalıqları ola bilirmiş. Bunlar suplar idi. Bilmirəm, birinci dəfə alıram bunu, amma mən sunu çox içsin deyə, ümumiyyətlə yaş mamasına su qatırdım, ona görə dedim bunlar da yoxlasın. Bu da elə yeməkdir. Bunların arasında qiymət fərqi var deyəsən. Bunun ikisi 5 manat idi. Bunların biri səhv eləmirəmsə 3 manat idi. Bunları da deyəsən 2 manat 50 qəpik idi. Belə. Bunları almışam. Bir də quru mama almışam. Belə bir dənə snack almışam. Bu snack dişləri üçündür. Healthy teeth and gums. Sonra bu ürünlərin məhsuludur. Bu nədir? Ümumiyyətlə, bu da snacks-dir, amma bir növ müalicəvi snacks-dir. Bu da sidik yollarına falan üçün imiş. Kilosuna görə əlavə edirsiniz yeməyinə. Deyəsən, bilmirəm, indi şey unutmuşam, həftədə bir dəfə idi, nə vaxt idi. Baxaram mən arxasına. Amma mən əminəm ki, xanım öz səhifəsində bunun haqqında da məlumat verib. Burada da 3 növ quru mama var. Üçün də üstündə belə adlarını falan yazır. Mən yoxlayacağım ki, hansını sevəcək, hansını yox. Belə bizim kedi alışverişimiz. Və kedimiz yer burada.